Genetika mövzusunda 4-cü suala baxırıq. Təcrübə üçün müəyyən əraziyə 1000 ədəd qonur, 1000 ədəd isə yaşıl rəngli dəvədəlliyə buraxılır. Təcrübə nəticəsində həşəratlarla qidalanan quşlar 80% qonur, 20% isə həşəratları, yaşıl həşəratlar yeyilib və bizdən burada nə soruşulur? Bizdən soruşulur ki, qonur dəvədəllərinin məhv olma intensivliyini tapın. İntensivlik dedikdə də intensivlik Y-dir və biz asan olsun deyə əvvəlcədən burada yazmışam. Y bərabərdir M minus N bölünsün yenə M-ə. M bizdə burada ümumi fərq sayıdır. N də burada sağ qalan fərdlərin sayıdır. Və biz ona görə baxırıq ki, bizdə qonur neçə faiz məhv olmuşdur. Baxırıq ki, 80% qonur həşərat yeyilmişdi quşlar tərəfindən və bizdən də yenə qonurun intensivliyini soruşur. Buna görə də 1000 ədəd qonur vardısə, burada qeyd olunub yuxarıda ki, 1000 ədəd qonur rəngli dəvədəlləyi vardır. 1000-dən çıxırıq 200-ü, deyəcəyiz ki, 200 hardan alır? 80% qonur yeyilmişdirsə, demək ki, onun 80%-in 1000 ədəddirsə və 80%-ni tapdıqda 200 ədəd deməli sağ qalmışdı və 1000-dən sağ qalan sayı çıxıb öz sayına, yəni 1000-ə olan sayı böldükdə alırıq biz 0,8. Yəni bizim cavabımız 0,8-dir.